bayram qabağı hansı meyvəyə tələbat var? Xanım, ən çox süfrəyə qoymaq üçün bu çəyləkdir. Bu çəylək Şəmkirdən gəlir, Viktoriyadır. Bunu süfrəyə qoyurlar bayram qabağı. Qiymət də normaldır, qəşəngdir, dadı da var. Görürsünüz, içərisi qırmızıdır. İçərisi ağ olanda dadı olmur, dərmanı çox olur. Bu isə dərmansızdır və bunun dadı da var və qoxusu da var. Buna baxın, adam iynə bayılır. Və bayram qabağı alırlar, xanım, bax. Süfrəyə alırlar, görürsünüz, bax, buna baxın. Malina. Heç yayda belə malina gəlmir, bura baxın. Bu da ki, xarici maldır, düzdür, bizdə yetişmir, xaricdən gəlib, qiymətdən normaldır. 150 qramı 10 manatdır, 150 qramı 10 manatdır. Sonra bura baxın. Ölkən də gəlir, xaricdən gəlir, bu da 150 qramı 10 manat. Düzdür, yayda kilosu olur 10 manata, indi qışda olduğuna görə, sezonu olmadığına görə 150 qramı 10 manat, normaldır. Çəlləklərin qiyməti neçədir? Xanım, çələyin qiyməti hazır paçka gördünüz, paçka yarım kilodur. Qiyməti 8 manatdır. Məsəl üçün dünənlərim 7 manat idi, bu günlər 8 manat idi. Deməli 1 manat fərq eləyir. Bayrama görə 1 manat fərq eləyir.